Sertifikasiyaya hazırlaşan dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sertifikasiya imtahanına düşə biləcək suallar nümunəsini ARTI təqdim edibdir və həmin sualların izahını sizlər üçün çəkirəm. Kimya fənni üzrə düşən suallardır. Bu sualları müdavimlərimiz qrupa atmışdı. Mən də oradan ümumiləşdirib sizlər üçün izahını təqdim edirəm. Gəlin baxaq birinci suala. Suallar məncə asan səviyyəli hazırlanıbdır. Yəni, çətin bir suala rast gəlmədim. Bir-iki dənə belə qarışdırıla biləsi sual tipi var. Gəlin baxaq. Burada deyilir ki, summativ qiymətləndirməyə aid olanı müəyyənləşdirin. Aid olanı. Cavabımız bəllidir burada əslində. Çox asan bir sual tipidir. Şagirdin yarım illik qiymətinə təsir edir. Biz bilirik ki, summativ qiymətləndirmə yarım illik qiymətə təbii ki, təsir göstərir. Digər variantlara baxsaq, şagirdin gündəlik idraki fəaliyyətini müşahidə edən proses, bilirik ki, bu formativ qiymətləndirmədir. Təlim inkişafını izləmək yenə formativ qiymətləndirmədir. İlkin qiymətləndirməyə təsir etmir. Summativ bilirik ki, yekun qiymətləndirmədir. İllik qiymətləndirməyə təsir etmir, daha doğrusu üzr istəyirəm. Təbii ki, təsir edir, yanlış bir fikirdir. Qiymətləndirmə meyarları mövzuya və dərs ərzində edilən tapşırıqlara əsasən hazırlanır. Deyəsən, bu sualı götürən müdavim bunu seçibdir cavab olaraq. Yanlışdır. Qiymətləndirmə meyarları ümumiyyətlə summativdə yox, formativ qiymətləndirmədə olur. Mövzuya, dərsə əsaslananda formativ qiymətləndirmədir. Yəni ki, dəyərli müəllimlər, summativ qiymətləndirmə artıq KSQ və BSQ şəklində həyata keçirilir. Burada da bölmə, yarım il və bir ildə keçirilən bütün o mövzular nəzərdə tutulur. Ona görə də cavabımız A bəndi olacaq bir nömrəli sualda. Baxaq 2 nömrəli suala, yəni digər sual tipinə. Burada deyilir ki, şagird hər gün dərsə gecikir və müəllim də hər dəfə onun gecikmə səbəbini soruşur. Hər gün dərsə gecikir uşaq. Müəllim də hər dəfə ondan səbəb soruşur. Nəticədə hər gün tədris prosesi bölünür. Bu hal sinifin idarə edilməsində hansı yanlışlığa yol verildiyindən xəbər verir. Şagirdlərin ciddi davranış problemləri vardır. Yanlış yanaşmadır. Çünki biz deyə bilmərik ki, şagird dərsə gecikir deyə onun ciddi davranış pozuntuları var. Birinci, biz bilirik ki, tədris ilinin əvvəlində gözləntilər, qaydalar və prosedurlar müəyyənləşdirilməlidir. Və bu prosedur pozuntusudur. Bilir ki, prosedur yoxdur burada, yəni. Prosedur olsaydı, idarəetmədə qayda və prosedurlardan istifadə olunmur. Əgər prosedur olsaydı, şagird də dərsə vaxtında gələrdi. Prosedura əməl edərək, qayda və prosedural olsaydı. Prosedura əməl edərək, gəlib sayısı keçib sinifdə yerində əyləşərdi. Daha hər gün müəllim ondan niyə gecikmirsən, hardaydın deyə suallar soruşub, dərsi də pozmazdıq. Cavab elə olacaq burada B bəndi. İdarəetmədə qayda və prosedurlardan istifadə olunmur. Müəllim valideyn münasibətinin əlaqəsi yoxdur, bullyingin əlaqəsi yoxdur. Müəllim şagird münasibətləri düzgün qurulmamışdır. Bu hardasa bənzəyir, amma məsələ əsası nədir? Qayda pozuntusu, prosedurların olmaması, müəllimin də dərsi artıq pozması. Şagirddən sual cavab bilməsi hardaydın? Ona görə idarəetmə və qayda prosedurları götürürük biz burada. Növbəti sualımızda deyir ki, bu sualı çox müəllim səhv yazıbdır. Bildiyim qədərilə bir çox müəllim yanlış yazıb sualın cavabını. Tapşırıq budur ki, təsəvvür edin, siz ekoloji problemləri araşdıran qrupun üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi və tərkibi ilə bağlı şikayət daxil olmuşdur. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunələr götürüb, onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub olmadığını müəyyənləşdirməkdən ibarətdir. Datalar toplanmalı, cədvəl şəklində təqdim edilməli və problemin həlli üçün müzakirələr təşkil edilməlidir. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Bilirik ki, fən kimyadır onsuz da, suallar kimyanın suallarıdır. Kimya fənnini burada biz riyaziyyatla əlaqələndirə bilərik. Yəni, müəllim kimya ilə bağlı bir tapşırıq verir. Belə deyim də, kimya onsuz da kimyadır, fizikadır, coğrafiyadır. Bunlar onsuz da həyatla bağlı fənlərdir. Həyati situasiyalar burada çox olur. Biz elə hər bir təbiətlə bağlı, nə bilim, coğrafiyada, kimyada, bu su ilə bağlı, dadla, ilə bağlı olan hər bir şey
fənüstü inteqrasiya götürə bilmərik. Çünki fənüstü inteqrasiyada şagirdin özünün öyrəndiyini real həyatda əlaqələndirərək tətbiq edib nəsə ortaya çıxarmasından gedir söhbət. Onu öz real həyatında işlətməsindən gedir söhbət və ya müəllimin dərs prosesində öyrənməni həyatla əlaqələndirməsindən gedir. Ki, misal üçün uşaqlar, baxın, bunu burada öyrədirəm sizə. Bu sizə həyatda filan yerdə lazımdır, filan işə görə lazımdır. O zaman fənüstü götürülür. Amma burada sadəcə müəllim kimya fənnindən laboratoriya işini mi deyim, hər hansı bir tapşırığı, təcrübəni mi deyim, həyata keçirərkən onu riyaziyyatla əlaqələndirir və ona görə də burada cavab olaraq fənlər arası inteqrasiya çıxır. Cavab fənlər arası inteqrasiya olacaq. Daha sonra növbəti sualımız, bu deyəsən 4-cü sualımız olur. Müəllim şagirddən soruşur. Müəllim şagirddən soruşur. Layihənin təhvil verilməsinə az qalıb. Müşahidə edirsən ki, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir. Lakin kömək də istəmir. Tamamlamaqda çətinlik çəkir, kömək də istəmir. Belə olan halda nə edərdin? Baxın, ümumiyyətlə, elə insanlar var ki, onlar çətinliyə düşəndə belə kömək istəmirlər, biraz qapalı düşüncəlidirlər. Kömək istəyəndə aşağılanacaqlarını düşünürlər, zəif görsənəcəklərini düşünürlər. Və ya şəxsiyyət tiplərindən də irəli gələ bilər ki, bəlkə də onlar bunu daha çox, özlərinin bir işi sona çatdırmasını daha çox istəyirlər. Ona görə kömək istəmirlər. Yəni, hər iki formada düşünə bilərik. Hər hansı bir formada olur olsun, biz o uşağı, yəni orada həmin şəxsi sındırmadan, onu aşağılamadan, yəni belə deyək də, sən bunu bacarmırsan istiqamətində fikir bildirmədən elə bir fəaliyyət qurmalıyıq ki, uşaq burada pis olmasın. Hansı cavab deyir, şagirdin əməkdaşlıq və problem həll etmə bacarığının yüksək olduğunu göstərir. Deyir, ona köməyə ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərməyə çalışardım. Təbii ki, şagirdin yoldaşının verə biləcəyi ən gözəl cavab budur ki, layihə rəhbərinin. Ona köməyə ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərməyə çalışardım. Yəni, o utana bilər, çəkinə bilər, pis olar. Ona görə də ən gözəl addım nədir? Hiss etdirmədən kömək göstərməyə çalışmaq. Gözləyərdim ki, özü kömək istəsin. Əgər istəmirsə, bu onun məsuliyyətidir, mən qarışmazdım. Bu, bir liderə, bir qrup rəhbərinə, işi icra edən şəxsə uyğun olan bir cümlə deyil təbii ki. Sən görürsən ki, sənin qrupunda və ya yoldaşın, iş yoldaşın, dostun çətinlik çəkir, sən ona bicana yanaşmağın doğru deyil. Müəllimə xəbər verərdim ki, filan şagird işi çatdıra bilmir, müəllim özü tədbir görsün. Yəni, şagirdin özünün əməkdaşlıq bacarığı varsa, bunu etməz təbii ki, problemi özü həll etməyə çalışar. Mən onun yerinə işi tamamlamağa çalışardım ki, qrup işi yubanmasın. Onun yerinə də həll etmək, onun, belə deyək də, işini əlindən almaq deməkdir ki, mən ona kömək eləmirəm, əksinə, scaffoldingi pozuram burada. Öz işimi vaxtında bitirib digərlərinə qarışmazdım, hər kəs öz məsuliyyətini daşısın. Bu da əməkdaşlıq bacarığının zəif olması deməkdir uşaqda. Yəni ki, mən əsas odur ki, özüm işimi çatdırım. Bu benim rəqabət yönümlü bir tədrisdir ki, rəqabət, mən əsas odur ki, yaxşı çatdırım, digəri olmasa da olar. Əməkdaşlıq mühiti biz buna deyə bilmərik, rəqabət deyə bilərik. Ona görə bu da yanlışdır. Cavab A bəndi. Bu sualda deyilir ki, məktəbimizin kimya laboratoriyasında yerə az miqdarda turşu dağılıb. Tökülən turşunun miqdarı təxminən 100 milli, konsentrasiyası isə 1 millidir. Sən şagird laborant kimi bu tökülməni təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan hazırla. Burada əgər yaratmaq versəydilər, yaratmaq sizi aldada bilərdi, düzdürmü? Plan hazırla deyir çünki. Yaratmaq düşünə bilər, amma görürsünüz yaratmaq verməyiblər, nə sadə. Amma imtahanda yaratmağı da salacaqlar ora. Burada belə saldığımlarına baxmayın. Tapşırıq bulum taksonomiyasının hansı mərhələsinə uyğundur? Baxın, şagird sadəcə burada biz, yəni yaratmaq da yoxdursa, düşünə bilərik ki, şagird sadəcə bu işi tətbiq edəcək, müəllimin ona öyrətdiyi bir işi icra edəcək, laboratoriyada yerə az miqdarda turşu dağılıb, şagird onu neytrallaşdırmalı və laborant kimi işi tətbiq eləməlidir deyəcəyik. Təbii ki, tətbiq etmək olacaq cavabımız. Şagird sadəcə burada laborant kimi işi tətbiq edəcək. Bu qədər. Olacaq tətbiq etmək cavabımız. Digər sualda deyir ki, sinifdə plastiklər
gündəlik rahatlıq yoxsa ekoloji təhlükə mövzusunda dərs keçirsiniz. Şagirdlər qruplarla işləyərək təqdimat hazırlayırlar. Bir qrupa yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tək yerinə yetirir. Qrupçu gedir. Şagirdin biri bütün işləri tək yerinə yetirir. Digərləri isə diqqətsiz və passivdir. Müəllim bu vəziyyətdə qrupdaxili əməkdaşlığı artırmaq və bütün şagirdlərin iştirakını təmin etmək üçün hansı addımı atsa daha effektiv olar. Qrupa xəbərdarlıq edirsiniz ki, qeyri-bərabər iştirak qiymətə təsir edəcək. Yəni, yaxşı işləməsəniz qiymətinizi aşağı salacam. Belə bir yanaşma ümumiyyətlə doğru deyil. Bu şəkildə reaksiya vermək səhvdir. Qrupun yanına gedərək vəzifələri özünüz bölüşdürürsünüz. O deyir, olan olub, keçən keçib. Yəni, qrup vəzifəsini müəllim əvvəlcədən bölüşdürməli idi. Bunu əgər etməyibsə, deməli, yanlışlığa yol verib artıq. O da gətirib bu cür şagirdin birinin təşkiləməsinə səbəb olur. Müəllim meyar verməyib, qrup işi qaydalarını təqdim etməyib deyə. Bu hal baş verib burada onsuz da. Gəlib təzədəndən vəzifə bölüşdürmək vaxt itkisidir. Sakitcə yaxınlaşıb, suallarla onları düşünməyə və iştirak etməyə sövq təşviq edirsiniz. Bəli, biz yaxınlaşa bilərik həmin şagirdlərə. Onları təşviq edə bilərik ki, neynəsinlər? Yoldaşlarla birlikdə çalışsınlar təbii ki. Əgər müəllim əvvəlcədən qaydalar, meyarlar verməyibsə, edə biləcəyi ən doğru yanaşmalardan biri budur ki, heç olmasa öz səhvini örtbasdır eləmək üçün sakitcə yaxınlaşsın, onları düşünməyə sövq edən suallarla təşviq eləsin. Çalışan şagirdi ayıraraq işi tək başına tamamlamasını tapşırırsınız. Axı, qrup işi vermişəm mən onlara. Düzdürmü? Bəli, qruplarla. Qrup işi vermişəmsə, sən təkcə işdə o birilər işləməsin demək yanlışdır. Qrupu olduğu kimi buraxırsınız ki, problemi özləri həll etsin. Bu da doğru deyil təbii ki. Əgər bir problem varsa, müəllim vaxtında, məqamında müdaxilə etməyi bacarmalıdır. Deməli, ən doğru pozitiv yanaşma C bəndi oldu. Növbəti suala baxırıq. Aha, bu sual biraz yaxşı oxunmur. Üzürlü hesab eləyərsiniz. Mən bunu biraz da yaxına çəkim, görüm oxuya biləcəmmi bunu. Sadəcə skrin formasında atılıb deyə sual biraz çətinlik yaradır təbii ki. Bundan sonra bir sualımız var deyəsən, 2 sualımız. Aha. Yaxşı, baxırıq. Deməli, deyir ki, qrup işi zamanı bir qrupun tapşırıq üzərində işləmədiyini, ərazidə ucadan danışdıqlarını və vaxt itirdiklərini görürsünüz. Bu, digər qrupların da diqqətini yayındırır. Siz vəziyyəti effektiv şəkildə idarə etməli və pozitiv sinir mühitini qoruyub saxlamalısınız. Həm vəziyyəti idarə etmək lazımdır, düzəltmək, həmçinin də pozitiv mühit yaratmaq lazımdır. Bu situasiyada hansı fəaliyyət daha effektiv olacaq? Problemin həlli. A bəndinə baxırıq. Sinifin fəaliyyətini tam dayandırırsınız. Bu yanlışdır. Sinifin fəaliyyətini tam dayandırırsınız. Yəni, niyə tam dayandıraq ki? Səs tonunuzu qaldıraraq söhbət edən qrupa xəbərdarlıq edirsiniz ki, əgər bu davranış davam edərsə, bütün qrupa töhmət və cəza veriləcək. Bu da əmr tabi olmaq dilidir, avtoritar yanaşmadır. Bilirik ki, avtoritar yanaşma bizim üçün yanlışdır. Elə cümlənin başlanğıcından fəaliyyəti dayandırmaqdan tutmuş, səs tonunu qaldırmaq, cəzalandıracam falan demək yanlış yanaşmadır. Bizə deyir axı pozitiv sinir mühiti. Pozitiv sinir mühiti deyirsə yanlışdır. Desəydi ki, avtoritar şəkildə müəllim necə yanaşacaq, götürərdik qaça-qaça A variantını. İndi geri çəkilirik, A-nı silirik. B-də deyir ki, qrupa ucadan gözlənilən davranışları xatırladırsınız və belə suallar verirsiniz. Qrup olaraq tapşırıq üzərində necə irəliləyirsiniz və ya yenidən tapşırığa fokuslanmağınız üçün kömək lazımdırmı? Qrupa ucadan deməkdənsə, bu cümləni gəlin belə quraq ki, misal üçün deyirəm. Müəllim səs temp faktorundan istifadə edərək desək, haradasa biraz oxşayardır ki, müəllim temp faktorundan istifadə edir, yəni səsini müəyyən qədər qaldıra bilər temp faktoru. Amma ucadan deməsi bu doğru bir yanaşma deyil məncə. Məncə bu da yanlış olacaq. Digərinə baxaq. Qrupa sakitcə yaxınlaşırsınız. Pozitiv mühit deyirsə, qrupa sakitcə yaxınlaşırsınız və bu hərəkətinizlə onları qeyri-verbal xəbərdarlıq edirsiniz. Biz bilirik ki, qayda, qanun pozuntusunda müəllimin qeyri-verbal yanaşması daha məqsədə uyğun hesab olunur.
Hərəkətinizlə onlara qeyri-verbal xəbərdarlıq edirsiniz. Eyni zamanda sinifin digər hissəsində məşğul olmağa davam edirsiniz. Bu nə deməkdir? Bu o deməkdir ki, biz bilirik ki, müəllimin şagirdlər arasında bir hörməti, nüfuzu olur. Müəllimin bir ağırlığı olmalıdır. Müəllim şagirdlə dost deyil, pozitiv münasibət olmalıdır, mehriban olmalıdır, çalışqan, səmimi, amma dost yanaşmasında olmamalıdır. Müəllim şagirdlərə yaxınlaşanda ən azından uşaq özü nə etməlidir? Biraz lord diləsə yığışdırmalıdır. Əgər müəllimi görəndə, öz müəllimini görəndə bir oturuşunu belə deyək də adi şəkildə oturub uşaq ayağının üstünə qoyubdur. Müəllimini görəndə əgər o ayağını yığışdırmırsa, deməli orada arada o qədər də böyük bir hörmət hissi yoxdur. Bu belə deyim də dədə-babalarımızdan da belə gəlibdi bizə. Elə indi də belədir ki, yəni böyük gələndə, nə bilim yaxınım gələndə, hörmət etdiyim bir şəxs olanda mən nə edirəm? Hörmət əlaməti olaraq, qorxaraq yox ha, içimdən gəlirsə, əsl tərbiyə budur. Hörmət əlaməti olaraq bir səsim ucalsa onu aşağı salıram. Biraz belə deyək də bayağı oturmuşamsa düz otururam. Bu o demək deyil ha, qorxu yanlışdır. Qorxudan edirəmsə bu hörmət deyil. Amma o adamı görəndə içimdən gələrək bir hörmət edirəmsə bu əsl müəllim deməkdir ki, bu adam deməli münasibəti o qədər düzgün qurub ki, həm yerli yerində deyib gülməyi bacarır, həm uşaqları sakitləşdirməyi bacarır. Bunların hər birini nəzərə alsaq C variantı doğru yanaşmadır. Ən pozitivdir ki, sakitcə yaxınlaşırıq, hərəkətimizlə qeyri-verbal şəkildə onlara nə demək istədiyimizi ötürürük. Bu şagirdlərə sinif qaydalarını xatırladır və yenidən tapşırığa cəlb olunmasını təmin edir. Cavab C bəndi olacaq. Burada da C bəndi çıxıb. Sonra, şagirdlər arasında artıq uzun müddətdir ki, konflikt vardır. Aha, uzun müddətdir ki, konflikt vardır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Bu situasiyaya oxşar çox situasiyalar işləmişik, biz bilirsiniz. Ən edə biləcəyi, ən doğru addım baxın budur. Şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə müəllim fərdi şəkildə danışır və onda empatiyası yaratmağa çalışır. Yəni deyir ki, uşaqdır. Hələ tam şəkildə onlarda mənəvi dəyərlər, emosional intellekt inkişaf etməyib. Sənin də övladın bu davranışı göstərə bilər, sənə qarşı da bu yanaşmanı göstərə bilər digər valideynlər. Özünü bir o zaman o yerə qoy, gör necə hiss edərsən özünü. Ona görə də empatiya qurmaq, fərdi danışmaq daha yaxşı çıxış yoludur. Ümumi valideyn iclasında bu işi üzə gətirmək yanlışdır. Bilirik ki, konfidensiallıq qorunmalıdır. Özü problemi həllinə çalışmadan deyirsə, direktorun yanına aparmaq deyirsə, bu yanlışdır. Şagirdlərin problemini bütün sinifin şagirdlərlə müzakirə. Bu problem müzakirə çıxarılası bir problem deyil şagirdlərlə özdə. Müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxarması da yanlışdır. Yəni də müəllim özü birinci valideynlə fərdi söhbət aparmalı, sonra digər addımlara ehtiyac olarsa etməlidir. Ən sonuncu sualımıza baxaq. Bilmirəm burada 10 mu oldu, 9 mu oldu sual, amma mənə müdavimlərimiz nə göndərmişdimsə onları izah etdim sizin üçün. Deyir, müəllim şagird dərsdə söhbət etdiyinə görə ona bütün sinifin qarşısında irad bildirir. Bu davranış müəllimdə hansı bacarığın zəifliyindən xəbər verir? Təlim materiallarını şagirdlərin yaş xüsusiyyətinə uyğunlaşdırma bacarığı, yəni nə əlaqə? Bununla o əlaqəsizdir. İntizam pozuntularına qarşı sərt reaksiya göstərmə bacarığı, müəllimin belə bir bacarığı yoxdur ümumiyyətlə, o yanlış yanaşmadır. Sinif daxili kommunikasiya və pozitiv intizam qoruma bacarığı. Bəli, nəyin zəif olduğunu biz görürük. Müəllim şagird dərsdə söhbət etdiyinə görə ona bütün sinifin qarşısında irad bildirirsə, deməli kommunikasiya, ünsiyyət bacarıqları burada zəifdir, əməkdaşlıq və pozitiv intizam qoruma bacarığı zəifdir. Biz əvvəlcədən qaydalar qoymalıyıq, şagirdlərə gözləntilər qoymalıyıq daha doğrusu. Bu gözləntilərin xəbərdarlığını edə bilərik, yadlarına sala bilərik. Normal şəkildə, pozitiv formada. Əgər şagirdlər bunu əməl etmirsə, qaydalar tərtib edə bilərik. Qayda pozuntusu zamanı bəzən, əgər yüngül bir pozuntusuzsa göz ardı edə bilərik. Yox, əgər bu pozuntular davamlı xarakter alırsa, o zaman biz cəza tədbirlərindən də valideynin də razılığı olaraq istifadə edirik. Cavab olur nə? C variantı burada. Qiymətləndirmə ilə əlaqəsizdir, texnologiya ilə də əlaqəsi yoxdur. Belə. Bu qədər dəyərli müəllimlər, mənimlə əlaqə saxlamaq istəsəz, bizim yeni situasiya test bankımız nəşr olunub, satışdadır. MİQ imtahanı səviyyəsində və ondan daha çətin suallarımız mövcuddur.
yeni test bankımızı əldə etmək üçün mənə müraciət edə bilərsiniz. Baxın, burada 1000-dən çox situasiya testimiz var. Yeni nəşr etdirmişik bu kitabımızı biz. MİQ və sertifikasiya imtahanları üçün çox uğurlu bir kitabdır. Əldə edərək yararlana bilərsiniz. Əlaqə nömrəsini qeyd edirəm. 050 697 78 33. Mənə müraciət edərək kitabı əldə edə bilərsiniz və ya sürət qruplarımıza qoşularaq imtahanlara hazırlaşa bilərsiniz. Belə dəyərli müəllimlər, dərslərimiz həm əyani, həm də onlayn təşkil olunur. Bunu da qeyd edeyim. Uğurlar olsun hər birinizə. Növbəti fənlərin də sualları mənə gəlsə sizlər üçün izah edəcəm. Sağ olun, salamat qalın.